Oğlaq bürcü 20-26 aprel 2026 Oğlaq bürcünün həftəlik proqnozu. Bu həftə oğlaqlar üçün əsas xətt sakit irəliləyiş və hər şeyi tələsmədən yoluna qoymaqdır. Hadisələr bəzən istədiyindən yavaş cərəyan edə bilər, amma bu gecikmələr sənə daha düzgün qərarlar vermək üçün imkan yaradacaq. Səbirli qalmaq və vəziyyətləri zorlamamaq həftənin gedişini daha rahat edəcək. İş və gündəlik məsuliyyətlər tərəfdə diqqət tələb edən məqamlar artacaq. Yeni tapşırıqlar və ya əlavə işlər ortaya çıxa bilər. Detallara fikir vermək və yarımçıq işləri uzatmamaq sənə üstünlük qazandıracaq. Hər şeyi bir-birinə qatmadan addım-addım getmək həftənin sonunda rahatlıq hissi gətirəcək. İnsanlarla münasibətlərdə daha yumşaq yanaşma vacibdir. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma sakit danışıqla hər şeyi yoluna qoymaq mümkündür. Qarşı tərəfi dinləmək və tələsmədən cavab vermək münasibətləri daha da sabitləşdirəcək. Yaxın çevrəndən gələn dəstək sənə yaxşı təsir edəcək. Pul mövzusunda isə ehtiyatlı davranmaq məsləhətdir. Ani xərclərə meyl artıla bilər, amma hər şeyi düşünərək addım atmaq sonradan rahatlıq verəcək. Böyük qərarları biraz təxirə salmaq daha doğru seçim ola bilər. Həftənin sonuna doğru fikirlər daha aydınlaşacaq və içində yüngüllük hiss edəcəksən. Əvvəl səni düşündürən bəzi məsələlərə indi daha sakit baxa biləcəksən. Bu da ümumi əhvalını xeyli yaxşılaşdıracaq. Həftənin mesajı: tələsmədən irəlilə, hər şeyi öz axarına burax və sakit addımlarla yoluna davam et. Dolça bürcü 20-26 aprel 2026 Dolça bürcünün həftəlik proqnozu. Bu həftə dolçalar üçün əsas mövzu dəyişən vəziyyətlərə çevik uyğunlaşmaq və planlarda elastik qalmaqdır. Hər şey tam istədiyin kimi getməyə bilər, amma bu dəyişikliklər əslində sənə yeni baxış bucaqları açacaq. Bəzən gecikmələr və gözlənilməz dönüşlər səni çaşdıra bilər, amma hadisələri zorlamadan qəbul etdikcə yolun daha rahat açılacaq. Gündəlik işlərdə biraz qarışıqlıq və eyni anda bir neçə mövzu ilə məşğul olmaq ehtiyacı yarana bilər. Fikirlər tez-tez bir mövzudan digərinə keçə bilər, bu da diqqəti toplamağı çətinləşdirə bilər. Ona görə də hər şeyi birdən həll etməyə çalışmaqdansa, işləri hissə-hissə bölmək və addım-addım irəliləmək daha düzgün olacaq. Kiçik fasilələr vermək və öz ritmini qorumaq həftənin yükünü azaldacaq. İnsanlarla ünsiyyətdə daha açıq və birbaşa söhbətlər ön plana çıxır. Bəzi mövzularda fikir ayrılıqları ola bilər, amma bu münasibətləri pozmaq əvəzinə əslində daha dürüst danışmaq üçün imkan yaradır. Qarşı tərəfi dinləmək və tələsik nəticə çıxarmamaq vacibdir. Səbirli yanaşma bir çox gərginliyi yumşalda bilər. Yaxın çevrənlə bağlı məsələlərdə gözlənilməz danışıq və ya xəbər alma ehtimalı var, bu, sənin bəzi şeylərə baxışını dəyişə bilər. Daxildə saxladığın fikirləri bölüşmək bu həftə sənə yüngüllük gətirəcək və münasibətlərdə daha açıq bir hava yaradacaq. Səni anlayan insanların varlığını daha aydın hiss edə bilərsən. Şəxsi həyatında sakitlik və aydınlıq ehtiyacı güclənir. Bəzi qərarları tələsdirmədən düşünmək istəyəcəksən. Bu dövrdə özünü dinləmək və nə istədiyini daha dəqiq anlamağa çalışmaq sənə fayda verəcək. Daxili gərginliyi azaltmaq üçün sadə, rahatlaşdırıcı şeylərə vaxt ayırmaq yaxşı təsir göstərə bilər. Həftənin sonuna doğru hadisələr daha aydın görünməyə başlayacaq. Əvvəl qarışıq kimi görünən məsələlər tədricən yerini tapacaq və sən daha rahat nəfəs alacaqsan. Həftənin mesajı: tələsmə, dəyişikliklərə müqavimət göstərmə və hər şeyi sakit şəkildə öz axarına bura. Balıq bürcü 20-26 aprel 2026 Balıq bürcünün həftəlik proqnozu. Bu həftə balıqlar üçün daha çox hisslərə güvənmək və daxili səsə qulaq asmaq ön plana çıxır. Bəzi günlərdə əhvalın tez dəyişə bilər, amma bu dalğalanmalar sənə nəyin sənin üçün daha doğru olduğunu anlamağa kömək edəcək. Hadisələri çox böyütmədən, sakit şəkildə qəbul etdikcə hər şey daha rahat axacaq. Gündəlik işlərdə biraz qarışıqlıq və diqqətin dağılması mümkündür. Eyni anda bir neçə fikrin beynində dolaşması qərar verməyi çətinləşdirə bilər. Ona görə də tələsmədən addım-addım getmək və özünü çox yükləməmək daha yaxşı nəticə verəcək. Kiçik fasilələr vermək fikrini toplamağa kömək edəcək.
İnsanlarla münasibətlərdə həssaslıq biraz daha güclənir. Bəzən deyilən sözləri fərqli anlaya bilərsən, amma hər şeyi dərhal nəticəyə bağlamamaq vacibdir. Açıq və sakit danışıq bir çox anlaşılmazlığı aradan qaldıra bilər. Səni anlayan insanlarla ünsiyyət bu həftə sənə daha çox rahatlıq verəcək. Yaxın çevrəndən gələn xəbərlər və ya söhbətlər səni düşündürə bilər. Keçmişlə bağlı bəzi xatirələr yenidən gündəmə gələ bilər, amma bunlara ilişib qalmaq əvəzinə irəli baxmaq daha yaxşı təsir edəcək. Özünü dinləmək və nə istədiyini sakit şəkildə düşünmək sənə aydınlıq gətirəcək. Həftənin sonuna doğru əhvalında yüngülləşmə hiss olunacaq. Qarışıq görünən bəzi məsələlər tədricən daha sadə görünməyə başlayacaq və içində bir rahatlıq yaranacaq. Özünü daha sakit və balanslı hiss edəcəksən. Həftənin mesajı, hisslərinə güvən, tələsmə və hər şeyi öz axarında inkişaf etməyə burax. Qoç bürcü 20-26 aprel 2026 Qoç bürcünün həftəlik proqnozu. Bu həftə qoçlar üçün enerjili, amma eyni zamanda biraz səbr tələb edən günlər ön plandadır. İçində hər şeyi tez həll etmək istəyi güclü ola bilər, amma bəzi vəziyyətlər səndən daha sakit və düşünülmüş yanaşma tələb edəcək. Tələsmədən addım atdıqca işlər daha düzgün istiqamət alacaq. Gündəlik işlərdə hərəkətlilik artır və yeni məsuliyyətlər ortaya çıxa bilər. Eyni anda bir neçə mövzu ilə məşğul olmaq ehtiyacı səni biraz yorğun hiss etdirə bilər. Ona görə də hər şeyi bir-birinə qatmadan planlı şəkildə irəliləmək vacibdir. Kiçik gecikmələrə çox reaksiya verməmək həftəni daha rahat keçirəcək. İnsanlarla münasibətlərdə daha açıq və birbaşa danışıq ön plana çıxır. Bəzən sözlərin daha sərt qəbul edilə bilər, ona görə də üsluba diqqət etmək yaxşı olar. Sakit danışıq və qarşı tərəfi dinləmək bir çox anlaşılmazlığın qarşısını ala bilər. Yaxın çevrəndən gələn dəstək isə sənə əlavə güc verəcək. Şəxsi həyatda isə daha çox aydınlıq və istiqamət axtarışı hiss edilə bilər. Bəzi qərarları dərhal vermək istəsən də biraz gözləmək sənə daha düzgün seçim etməyə kömək edəcək. Özünü dinləmək və tələsmədən düşünmək bu həftə xüsusilə önəmlidir. Həftənin sonuna doğru gərginlik azalır və hər şey daha aydın görünməyə başlayır. Əvvəl qarışıq görünən bəzi məsələlər yerini tapır və sən daha rahat hiss edirsən. Bu dövr sənə həm nəfəs almaq, həm də planlarını yenidən düzənləmək imkanı verəcək. Həftənin mesajı, tələsmən, enerjini düzgün yönəlt və səbirlə atdığın addımlar daha sağlam nəticələr gətirəcək. Boğa bürcü 20-26 aprel 2026 Boğa bürcünün həftəlik proqnozu. Bu həftə səndə biraz yavaş, amma düzgün ritmi ön plana çıxır. Ətrafda hər şey sürətlənmək istəsə də, sən daha çox öz tempində qalmağa ehtiyac hiss edəcəksən. Bu yanaşma səni geri atmır, əksinə yanlış addımlardan uzaq saxlayır. Gündəlik işlərdə bəzən gözlənilməz dəyişikliklər ola bilər. Planlar tam istədiyin kimi getməyəndə gərginləşmək əvəzinə vəziyyəti biraz kənardan izləmək daha yaxşı nəticə verəcək. Kiçik detallar bu günlərdə düşündüyündən daha çox rol oynaya bilər, ona görə diqqətli olmaq vacibdir. İnsanlarla ünsiyyətdə daha çox anlayış və yumşaqlıq tələb olunur. Bəzi sözlər yanlış başa düşülə bilər, amma bunu böyütmədən izah etmək çox şeyi yoluna qoya bilər. Sakit ton və açıq danışıq münasibətləri yüngülləşdirəcək. Səni anlayan insanlarla əlaqə isə bu həftə daha dəyərli hiss olunacaq. Daxili aləmin biraz daha həssas ola bilər. Bəzi fikirlər səni keçmişə aparsa da, orada çox qalmamaq daha yaxşıdır. Özünü zorlamadan sadəcə hisslərini qəbul etmək və yavaş-yavaş irəliləmək sənə rahatlıq verəcək. Özünə vaxt ayırmaq bu həftə xüsusilə faydalıdır. Həftənin sonuna doğru hər şey biraz daha sakitləşir. Qarışıq görünən mövzular tədricən aydınlaşır və sən içində daha sabit bir hiss etməyə başlayırsan. Bu da sənə növbəti addımlarını daha rahat düşünmək imkanı verir. Həftənin mesajı, sürətə yox, istiqamətə fokuslan, düzgün addımlar onsuz da səni yerinə aparacaq. Əkizlər bürcü 20-26 aprel 2026 Əkizlər bürcünün həftəlik proqnozu.
Bu həftə sənin üçün düşüncələrin sürəti biraz da artır. Eyni anda bir neçə mövzuya maraq göstərə bilərsən və bu həm imkanlar yaratsa da, həm də diqqətin tez-tez yayılmasına səbəb ola bilər. Ən vacib məsələ hər şeyi eyni vaxtda etməyə çalışmaqdansa seçib fokuslanmaqdır. Gündəlik həyat kifayət qədər hərəkətli keçir. Qəfil plan dəyişiklikləri, yeni mesajlar, gözlənilməz təkliflər və ya çağırışlar səni bir mövzudan digərinə yönəldə bilər. Bu dinamika sənin təbiətinə uyğundur, amma bu dəfə biraz daha çox ardıcıllıq saxlamaq sənə xeyir verəcək. Başladığın işləri yarımçıq qoymamaq həftənin sonunda rahatlıq gətirəcək. Danışıqlar və ünsiyyət bu günlərdə xüsusilə ön plandadır. Sözlərin daha tez diqqət çəkə bilər, ona görə də tələsik deyilən fikirlər sonradan fərqli başa düşülə bilər. Biraz pauza vermək, cavab verməzdən əvvəl düşünmək çox şeyin qarşısını ala bilər. Eyni zamanda maraqlı söhbətlər, yeni tanışlıqlar və canlı dialoqlar da gündəmdə olacaq. Yaxın çevrəndə bəzi köhnə mövzular yenidən ortaya çıxa bilər. Əvvəllər yarımçıq qalan bir söhbət və ya fikir bu dəfə daha aydın şəkildə qarşısına çıxa bilər. Bu, sənə həmin məsələyə fərqli baxmaq imkanı verəcək. Öz fikrini daha açıq ifadə etmək bu həftə münasibətlərdə səmimiyyəti artıracaq. Daxili olaraq biraz dağınıqlıq hissi yarana bilər, xüsusilə çox şey eyni anda baş verəndə. Amma bu, daimi deyil. Özünə qısa fasilələr vermək, fikirlərini toplamaq və tək qalmaq ehtiyacı yaranarsa, buna qulaq asmaq yaxşı təsir edəcək. Hər şeyi dərhal həll etməyə çalışmaqdansa, mərhələli yanaşmaq daha rahatdır. Həftənin sonuna doğru hər şey biraz daha yavaşlayır və sən özünü daha aydın hiss etməyə başlayırsan. Qarışıq görünən bəzi fikirlər yerini tapır və hansı istiqamətə getmək istədiyini daha yaxşı anlayırsan. Həftənin mesajı, çox şeyə maraq göstər, amma enerjini hər yerə səpələmə, seçdiyin yolda biraz daha qalmaq sənə aydınlıq gətirəcək. Xərçəng bürcü 20-26 aprel 2026 Xərçəng bürcünün həftəlik proqnozu. Bu həftə xərçənglər üçün əsas mövzu hisslər və daxili rahatlıqdır. Ətrafda baş verənlər bəzən səni tez təsirləndirə bilər, amma bu dəfə özünü qorumaq və hər şeyə daha sakit yanaşmaq sənin üçün çox önəmlidir. Hər vəziyyətə dərhal reaksiya vermək əvəzinə biraz zaman vermək daha düzgün nəticələr gətirəcək. Gündəlik həyatında həm ev, həm də işlə bağlı mövzular biraz qarışıq görünə bilər. Bəzi işlər planladığından yavaş irəliləyə bilər, amma bu nəticənin pis olacağı demək deyil. Sadəcə hər şeyin öz vaxtında yerinə düşməsi üçün biraz səbr tələb olunur. Özünü çox yükləməmək bu həftə xüsusilə vacibdir. İnsanlarla münasibətlərdə həssaslıq artacaq. Sözlərə daha diqqətli yanaşmaq, yanlış anlaşılmalara yol verməmək üçün vacibdir. Eyni zamanda yaxınlarınla daha səmimi və dərin söhbətlər etmək imkanı da yaranır. Bu söhbətlər sənə həm rahatlıq, həm də güvən hissi verə bilər. Keçmişlə bağlı bəzi fikirlər və xatirələr yenidən gündəmə gələ bilər. Bu, səni biraz duyğulandıra bilər, amma orada ilişib qalmaq əvəzinə irəli baxmaq daha faydalı olacaq. Öz hisslərini qəbul etmək və onları zorlamadan yaşamaq sənə yüngüllük gətirəcək. Həftənin ortalarından etibarən içində biraz daha aydınlıq yaranmağa başlayacaq. Əvvəl qarışıq görünən bəzi məsələlər tədricən sadələşəcək və nə istədiyini daha yaxşı hiss edəcəksən. Bu da sənə daha rahat qərar vermək imkanı verəcək. Həftənin sonuna doğru sakitlik və balans hissi güclənir. Özünü biraz daha yüngül və rahat hiss etməyə başlayırsan. Ev və yaxın mühitdə keçirdiyin vaxt sənə xüsusilə yaxşı təsir edəcək. Həftənin mesajı, hisslərini dinlə, amma onların səni idarə etməsinə icazə vermə, sakitlik içində daha güclü olursan. Şir bürcü 20-26 aprel 2026 Şir bürcünün həftəlik proqnozu. Bu həftə şirlər üçün diqqət mərkəzində olmaq istəyi güclənsə də, əsl uğur daha çox sakit və ölçülü davranışdan gələcək. Özünü göstərmək, sözünü demək və irəli çıxmaq istədiyin situasiyalar ola bilər, amma hər yerdə liderlik etməyə çalışmaq əvəzinə doğru anı seçmək daha yaxşı nəticə verəcək. Gündəlik işlərdə hərəkətlilik artır. Yeni tapşırıqlar, gözlənilməz dəyişikliklər və ya əlavə məsuliyyətlər gündəmə gələ bilər. Bəzi günlər planladığın kimi getməyə bilər, amma bu sənin ümumi gedişatını pozmur.
Əsas olan enerjini düzgün bölmək və hər şeyi bir anda həll etməyə çalışmamaqdır. İnsanlarla münasibətlərdə diqqət və balans vacibdir. Sözlərin bu həftə daha çox diqqət çəkə bilər, ona görə də emosional reaksiyalardan qaçmaq faydalıdır. Bəzi kiçik anlaşılmazlıqlar yarana bilər, amma açıq danışıq və sakit yanaşma ilə hər şey yoluna düşəcək. Səni dəstəkləyən insanlar bu dövrdə daha aydın görünəcək. Şəxsi həyatda diqqət və anlaşılmaq ehtiyacı artır. Özünü ifadə etmək istəsən də qarşı tərəfi dinləmək də eyni dərəcədə vacib olacaq. Kiçik jestlər və səmimi söhbətlər münasibətlərə istilik qatacaq. Eyni zamanda özünə vaxt ayırmaq da sənə yaxşı təsir edəcək. Həftənin ortalarından sonra bir çox məsələ daha aydın görünməyə başlayır. Əvvəl qarışıq kimi görünən situasiyalar tədricən yerini tapır və sən daha rahat qərar verə bilirsən. Bu dövr sənə həm düşünmək, həm də istiqamətini dəqiqləşdirmək imkanı verir. Həftənin sonuna doğru əhvalın stabilləşir və daxili gücünü daha aydın hiss edirsən. Özünü daha inamlı və sakit hiss edəcəyin anlar artır. Həftənin mesajı: parlamaq üçün tələsmə, doğru anda sakit gücün hər şeydən daha çox görünəcək. Qız bürcü 20-26 aprel 2026 Qız bürcünün həftəlik proqnozu. Bu həftə qızlar üçün əsas xətt hər şeyi qaydaya salmaq istəyi olsa da, həyat sənə biraz axına uyğun get mesajı verəcək. Planlı olmaq sənin üçün təbiidir, amma bu günlərdə hər şeyi nəzarətdə saxlamağa çalışdıqca yorğunluq hissi arta bilər. Bəzən boş buraxmaq da işləri daha düzgün yerinə qoyur. Gündəlik işlərdə xırda detallara çox diqqət etməli olduğun situasiyalar yarana bilər. Bəzi gecikmələr və ya son anda dəyişən planlar səni narahat edə bilər, amma bunlar ümumi gedişatı pozmur. Əsas məsələ hər şeyi eyni anda həll etməyə çalışmaqdansa addım-addım getməkdir. Özünü çox sıxmamaq bu həftə sənə daha yaxşı təsir edəcək. İnsanlarla ünsiyyətdə daha yumşaq yanaşma vacib olacaq. Sən çox vaxt düz və dəqiq danışmağı üstün tutursan, amma bu həftə sözlərin qarşı tərəfdə daha həssas təsir yarada bilər. Ona görə fikrini ifadə edərkən biraz daha sakit ton seçmək münasibətləri rahatlaşdıracaq. Kiçik anlaşılmazlıqlar tez həll oluna bilər, əgər uzatmasan. Yaxın çevrəndə bəzi mövzular yenidən gündəmə gələ bilər. Keçmişdə yarımçıq qalan bir məsələ bu dəfə tamamlanmaq üçün qarşına çıxır. Bu, sənə həm rahatlıq, həm də nəyi necə etməliyəm barədə daha aydın baxış verəcək. Özünü dinləmək bu günlərdə xüsusilə önəmlidir. Şəxsi həyatında sakitlik və sabitlik ehtiyacı güclənir. Tək qalmaq və düşüncələrini toparlamaq istəyə bilərsən. Bu, qaçmaq deyil, sadəcə özünü yenidən balanslamaqdır. Kiçik, sadə şeylər sənə daha çox rahatlıq gətirəcək. Həftənin sonuna doğru hər şey biraz daha yüngülləşir. Əvvəl qarışıq görünən mövzular tədricən aydınlaşır və sən özünü daha rahat hiss etməyə başlayırsan. Bu da sənə gələn günlər üçün daha düzgün qərarlar vermək imkanı yaradır. Həftənin mesajı: özünü sıxmadan irəlilə, bəzən ən doğru yol biraz boşluq verməklə açılır. Tərəzi bürcü 20-26 aprel 2026 Tərəzi bürcünün həftəlik proqnozu. Bu həftə tərəzilər üçün əsas mövzu balansı qorumaq və qərarsızlıqla daha sakit şəkildə davranmaqdır. Bəzi situasiyalarda seçim etmək biraz çətin görünə bilər, amma tələsmədikcə və hər iki tərəfi dinlədikcə daha düzgün nəticəyə gələcəksən. Hər şeyi eyni anda həll etməyə çalışmaqdansa addım-addım irəliləmək daha rahat olacaq. Gündəlik işlərdə qarışıq görünən anlar ola bilər. Planlar dəyişən, bəzi işlər gecikə bilər, amma bu ümumi gedişatı pozmur. Əsas məsələ öz ritmini itirməmək və hər xırda dəyişikliyə görə narahat olmamaqdır. Sakit yanaşdıqca işlər daha rahat yoluna düşəcək. İnsanlarla münasibətlərdə ünsiyyət çox önəmli olacaq. Bəzi söhbətlərdə yanlış anlaşılmalar yarana bilər, amma bunu böyütmədən izah etmək hər şeyi yumşalda bilər. Sözləri diqqətlə seçmək və qarşı tərəfi dinləmək bu həftə sənə çox kömək edəcək. Yaxın çevrəndən gələn dəstək isə əhvalını yüksəldəcək. Şəxsi həyatda daha çox harmoniya və rahatlıq axtarışı hiss olunur. Özünü biraz yorğun və düşüncəli hiss edə bilərsən, amma bu keçici haldır.
Özünə vaxt ayırmaq, sakit mühitdə qalmaq və fikirlərini toplamaq sənə yaxşı təsir edəcək. Həftənin sonuna doğru içindəki qarışıqlıq azalır və hər şey daha aydın görünməyə başlayır. Bir neçə mövzuda qərar vermək daha asan olacaq və özünü daha yüngül hiss edəcəksən. Həftənin mesajı: hər şeyi eyni anda həll etməyə çalışma, düzgün qərar sakitlik içində gəlir. Əqrəb bürcü 20-26 aprel 2026 Əqrəb bürcünün həftəlik proqnozu. Bu həftə əqrəblər üçün daxildə güclü dəyişiklik istəyi hiss oluna bilər. Bəzi mövzulara əvvəlkindən daha dərindən yanaşmaq, hər şeyin kökünü anlamaq istəyəcəksən. Amma hər şeyi dərhal çözməyə çalışmaq əvəzinə biraz zaman vermək daha düzgün nəticələr gətirəcək. Gündəlik həyatda sakit görünən, amma içində gərginlik yarada bilən situasiyalar ola bilər. Hər şey açıq şəkildə görünməyə bilər, ona görə də tələsmədən müşahidə etmək sənə üstünlük verəcək. Planları sərf tutmaq əvəzinə biraz çevik qalmaq həftəni daha rahat keçirəcək. İnsanlarla münasibətlərdə daha dərin söhbətlər ön plana çıxır. Səthi danışıqdan çox, səmimi və birbaşa ünsiyyət ehtiyacı arta bilər. Amma eyni zamanda hər fikri dərhal bölüşmək məcburiyyətində deyilsən, seçici olmaq sənə daha çox rahatlıq verəcək. Bəzi sözlər gözlədiyindən daha güclü təsir yarada bilər. Yaxın çevrəndə etibar və anlayış mövzuları önə çıxır. Kimə nə qədər açılmaq lazım olduğunu daha yaxşı hiss edə bilərsən. Keçmişdən gələn bir məsələ yenidən gündəmə gələ bilər və bu dəfə ona daha soyuqqanlı yanaşmaq imkanı yaranacaq. Şəxsi həyatında sakitlik və tək qalmaq ehtiyacı arta bilər. Bu, geri çəkilmək deyil, sadəcə özünü toparlamaq və fikirlərini aydınlaşdırmaq üçündür. Özünü dinlədikcə bəzi şeylərin daha sadə olduğunu görəcəksən. Həftənin sonuna doğru daxili gərginlik azalır və daha aydın bir baxış formalaşır. Bir çox şey yerinə oturur və sən daha sabit hiss etməyə başlayırsan. Həftənin mesajı: tələsmə, gücün ən çox səssiz qaldığın və düzgün vaxtı gözlədiyin anda ortaya çıxır. Oxatan bürcü 20-26 aprel 2026 Oxatan bürcünün həftəlik proqnozu. Bu həftə oxatanlar üçün hərəkət və dəyişiklik istəyi güclənir. Eyni yerdə qalmaq və eyni ritmdə davam etmək biraz darıxdırıcı gələ bilər, ona görə də yeni planlar, yeni fikirlər və kiçik də olsa dəyişikliklər axtarışında ola bilərsən. Amma hər istədiyini dərhal etmək əvəzinə biraz seçici davranmaq daha yaxşı nəticə verəcək. Gündəlik işlərdə sürət artır, amma bu sürət bəzən səni biraz tələsdirə bilər. Eyni anda çox işə başlamaq həvəsi yarana bilər, amma hamısını yarımçıq buraxmamaq vacibdir. Kiçik planlar qurub onları tamamladıqca həm motivasiyan, həm də özünə inamın artacaq. İnsanlarla münasibətlərdə daha açıq və birbaşa ünsiyyət ön plana çıxır. Fikirlərini gizlətmək istəməyəcəksən, amma bəzən sözləri biraz yumşaltmaq lazımdır ki, yanlış anlaşılma olmasın. Səmimi söhbətlər isə sənə yaxşı təsir edəcək və bəzi münasibətləri daha da yaxınlaşdıracaq. Yaxın çevrəndə gözlənilməz təkliflər və ya söhbətlər ola bilər. Köhnə planlara yenidən baxmaq və fərqli istiqamət düşünmək ehtimalın var. Bu həftə sənin üçün yenidən baxmaq həftəsidir, həm insanlara, həm də öz qərarlarına. Şəxsi həyatda daha çox azadlıq və rahatlıq ehtiyacı hiss edə bilərsən. Özünə vaxt ayırmaq, fikirlərini toplamaq və sadəcə rahatlamaq sənə yaxşı təsir edəcək. Tələskənlikdən uzaq durduqca daxildə daha çox aydınlıq yaranacaq. Həftənin sonuna doğru enerjin daha sabitləşir və hansı istiqamətə getmək istədiyini daha aydın görməyə başlayırsan. Qarışıq görünən bəzi mövzular yerinə düşür. Həftənin mesajı: tələsmədən seç, doğru istiqamət səni ən çox rahat hiss etdiyin yerdə gizlənib.